Salam dostlar. Aprel ayının 30'u 2026-cı il. Arılarıma baxış keçirirəm. Şükür Allaha yaxşıdırlar, elhamdülillah. Arılar işləyir. Bir neçə gün yağışdan sonra. Neçə gündə hava yaxşı keçmir, yağınlıqlıdır. Hava küləkdir, soyuqdur. Arılar elə çölə çıxa bilmir. Yağınlıq olduğuna görə alkasiyanın açan vaxtıdır. İğdə yavaş-yavaş açır, yavaş-yavaş yer demək olar ki, canlanır, dirilir. Amma soyuq, yağınlıq imkan vermir ki, arı nəsə gətirə. Şükür, bugün hava yaxşıdır. Arılar işləyir. Nektar gəlir. Demək olar ki, may ayının, belə desək ki, şirəsi də balı, may ayının balı gəlir. Baxmışam, arıda rəlləyiş var. Bal baxımından rəlləyiş var. Elə bil şeylərə səpələk olsa da səpələtmə vurub bal. Şükür Allaha. Bu günlərim arılarım işləyir. Yaxşıdırlar, şükür Allaha. Balaca bölüm, bunlar bölmələrdir. Bölmə arılarımdır. Anaları çıxıb, mayalanıblar. Yumurta qoyublar. Yumurta qoyublar, şükür, yaxşıdır. Bölmə arımdır. Bu arının da anası, bu bölmənin de anası yumurtlayır, şükür, yaxşıdır. Oradakı arılarımdır. Onlar da bölmələrdir. Bölmədir bunlar da. Şükür, yaxşıdırlar. Bunlar detka çıxardıb, bala çıxardıb. Deyilə bil, gəzintiyə çıxırlar, kəşf eləyirlər. Uçuş aparırlar, örgənirlər. Bunlar bölmə arılardır.